أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli möminlər, əziz dəyərli Azam TV izləyiciləri. İnşallah ki, mövzumuza qaldığımız yerdən davam edirik. Gördüyünüz kimi də mövzumuz insan və cəmiyyətdir. Qısaca ötən mövzudan nəticələri qeyd edək ki, belə nəticələr aldıq ki, ey insan, sənin həm bədən tərəfin var, həm ruh tərəfin var, onları qidalandırmalısan, inkişaf elətdirməlisən və sən elə deyil ki, boş-boşuna yaradılmısan. Sənin yaradılışında məqsəd var, ey insan, və bu məqsədə çatmaq üçün də öz nəfsini islah etməlisən. Vəzifən bununla bitirmir, xeyr. Tək özünü islah etməli deyilsən, özünü islah edib cəmiyyətdə nümunə rolunu oynayıb cəmiyyəti islah etməlisən. Belə nəticələr aldıq. Bugün isə nəfsin islahı barəsində inşallah ki, biraz daha dərin danışacağıq. Bir neçə mövzu belə gedəcək. Nəfsin təzkiyəsi çox önəmli bir mövzudur. Çox prioritet mövzudur. Yəni bu olmasa nəfsini islah eləyə bilməsən haralara çata bilərsən, heç yana. Nəfsinin əlində əsir olarsan, nəfsini Allaha çevirərsən, yəni öz Allahın qərar verərsən nəfsini. Çünki qəbirdə verilən suallardan biri də budur ki, Rəbbin kimdir? Bəziləri öz nəfsinə görə yaşayıb. Necə deyə bilər ki, Allah mənim Rəbbim olub? Sənin yaşayışın qiymət verir ki, belə deyək ki, sübutdur ki, sənin Allahın kimdir? İnsan öz həyatına baxa bilər ki, baxsın, görsün, mən nəyə görə yaşayıram? Allahın tələblərinə görə yaşayıram. Yəni Allahın o mənim üçün qoyduğu sərhədlərə görə, mənim üçün göndərdiyi İslam konsepsiyasına görə, bu konsepsiyaya görə öz həyatımı belə deyək ki, sərhədləndirirəm, yoxsa elə öz başlı başına buraxmışam nəfsimi. Buna insan baxmalıdır, nəzər yetirməlidir. Və insanın həyatındakı ən böyük məqsədlərdən biri də budur ki, yaradılışın hədəfinə doğru irəliləsin, hərəkət eləsin. Və bu hərəkət üçün də nəfsin islahı mühümdür. Nəfsimizi necə islah eləyək? Müəyyən misallarla bunu izah eləmək istəyərəm və ustadlar da daim demək olar ki, bu misalı gündəmə gətirir. Nəfsimizi bir bağ misalında görək. O bağ ki, artıq dağa çevrilib. Yəni, bağa baxmasan dağ olar, baxsan bağ olar, misalı kimi. Bağa baxmasan nə olacaq? Dağ olacaq. Bağban gəlir, birinci o alaqları, ot ələfi təmizləyir. Yaxşı, birinci mərhələ belə. Özümüzü arındırmalıyıq. İkinci mərhələ nədir? İkinci mərhələ harda ucala bilərik, necə ucala bilərik, bunu müəyyənləşdirək. Harda ucala bilərik yox, necə ucala bilərik. Bunu müəyyənləşdirməliyik. Buna da bağ misalı ilə göstərsək, bağban ki gəldi, ot ələfi təmizlədi, artıq sonra nə edir? Bağa qulluq eləyir, gülüstanlığa çevirir. Bir üst mərhələ də budur ki, artıq çalışır ki, bağban bu gülüstanlıq nümunə olsun digər bağbanlara. Gəlsinlər, digər bağbanlar baxsınlar, öz bağlarını da belə bir hala gətirsinlər. İnsan da belədir. İnsan ruhunu birinci ot ələfdən təmizləməlidir. Ot ələfdən təmizləməlidir. Və buna deyirlər təthir. Təthir, yəni təmizləmə. Sonraki mərhələ tərfidir. Tərfi budur ki, necə ucala bilərəm? Ruhumu necə ucalda bilərəm? Necə o hədəfə doğru hərəkət eləyə bilərəm? Bunu müəyyənləşdirməliyəm. Bunun yollarını müəyyənləşdirməliyəm. Öz həyatıma tətbiq etməliyəm və ucalmalıyam. Ucalmalıyam, nəfsimi islah etməliyəm. Yəni, nəfsimi islah elədim, yavaş-yavaş ucalıram, gəlirəm cəmiyyət üçün də nümunə rolunu oynayıram. Belə deyil ki, tək öz nəfsimi islah elədim, bitdi. İnsana veriləcək suallardan biri budur ki, ətrafındakı insanlara təsir edə bildimmi? Onları doğru yola gətirə bildimmi? Pisliklərdən çəkindirə bildimmi? Baxın, bunlar çox önəmli suallardır. Bəzi insanlar deyə bilərlər ki, axı heç özümü mən islah edə bilməmişəm. Necə başqalarını islah edeyim? Onda get özünü islah elə. Get birinci özünü islah elə, sonra cəmiyyətin islahında rol oyna. Çox mühümdür.
Və qeyd eləyək ki, cəmiyyətin islahı elə bizim özümüz üçün lazımdır. Pis bir cəmiyyətdən sən nə yaxşılıq görə bilərsən, nə xeyir götürə bilərsən bu cəmiyyətdən? Heç bir şey. Aldadacaqlar səni, yalan deyəcəklər sənə, xəyanət eləyəcəklər sənə. Belə bir cəmiyyət, yəni pis bir cəmiyyət nəticəsi də bu olacaq. Vay halva ki, sənin də əlin var o cəmiyyətdə. İnsan, kamil insan budur ki, özünü islah eləsin, gəlsin cəmiyyətin islahatında rol oynasın. Birinci qəlbivə bax, qəlb aynadır. Onu toz torpaqdan təmizlə. Toz torpaqdan təmizlədikdən sonra isə artıq bax gör necə ucala bilərsən. Əhl-i-Beyt nümayəndələrindən, məsumlardan hədislərdə var ki, kim bunu etməsə biz Əhl-i-Beytdən deyil. Nədir bu? Bu odur ki, bir insan öz nəfsini təskiyə eləmək istəyirsə, təmizləmək istəyirsə, nə eləsin? Nə etsin? Necə eləsin? Yolu nədir? Yolu budur ki, 3 dənə əməldə cəmləşib. Birinci budur ki, insan yatmamışdan qabaq, hətta 10 dəqiqədə olsa, öz nəfsinə baxsın. Daha doğrusu gündəlik əməllərinə baxsın. Görsün nəfsinə görə işlər görüb, yoxsa Allaha görə işlər görüb. Ola bilər yaxşı iş görüb. Ola bilər, sözümüz yoxdur. Yaxşı iş görə bilərsən, amma Allaha mı görə görmüsən? İxlas varmı əməlində? Yoxsa riyadır? Yoxsa nəfsivə görə görmüsən? Yaxşı iş idi. Nəfsimə uyğun idi gördüm, yoxsa Allah istədi deyə gördüm. Mühüm suallardır. İnsan gündəlik həyatına baxsın. Buna deyirlər ki, muhasibat. Yəni insan özünü belə deyək ki, mühasibə eləyir öz həyatını, gündəlik həyatını. Daha sonra isə səhər, yəni sübh namazında insan səhər tezdən Allahla əhd-peyman bağlasın. Buna deyirlər müşaritə. Müşaritə, yəni ki, insan özünü belə deyək ki, Allahla əhd-peyman bağlayır ki, ilahi məni bağışla, mən səhv etmişəm, müəyyən əməllər eləmişəm, məni bağışla, keç günahımdan, çalışacağam, bu əməlləri etməyim. Özümdən artıq xəbərdaram. Özümdən xəbərdaram. Növbəti mərhələ isə müraqibətdir. Müraqibət, yəni ki, özünə nəzarət edəsən. Necə oruculuqda insan Ramazan ayında özünə nəzarət edir. Necə nəzarət edir? Allahın halal buyurduğu şeylərə biz haram deyirik. Müəyyən saatlıq özümüzə haram deyirik. Niyə? Bax, sual yaranır. Niyə? Səbəb ondadır ki, yəni cavab bundadır ki, biz məşq edirik. Nəfsimizi, deyək ki, məşq elətdiririk. Nəfs ümumiyyətlə demişik ki, yəni İslam etiqadında da cavab budur ki, pis bir şey deyil. Və İslam əxlaqının əsas rolu da bundan ibarətdir ki, insan gəlsin, nəfsinin qüvvələri möhtədil hala gətirsin. İfrat da eləməsin, təfrit də eləməsin. İndi bunlar dərin mövzulardır. Yəni qeyd eləmək də lazımdır əlbəttə ki. Bəli, müraqibət. Müraqibət. Sən öz nəfsinə nəzarət eləyirsən. Qeyd elədik ki, Ramazan ayında insan öz nəfsinə nəzarət eləyir. Qoymur ki, hətta belə deyək, yemək yesin, içsin, özünə belə nəzarət eləyir. Ey insan, 11 ay ərzində də sən özünə belə nəzarət eləməlisən. Məşq elədin 1 ay, bitdi, qutardı, getdi, yenidən qayıdım əvvəlki vəziyyəti yox. Allah Taala Qurani Kərimdə orucluq barəsində buyurur. Yəni sizdən əvvəlkilərə də yəni buyurulub bu əməl. Daha sonra nə deyir? Daha sonra deyir ki, bəlkə təqvalı olasınız. Təqvalılardan olasınız. Yəni insan özünə nəzarət eləsə, artıq belə deyək ki, o təqvalı olmağa yaxındır. Nicat tapa bilər. Allah Taala Şəms surəsində 11 dəfə and içir. 11 dəfə and içir və ilahi niyə and içirsən? Ey bəşər, ona görə and içirəm ki, danışdığım mövzu çox əhəmiyyətlidir. Allah Taala müəyyən yerlərdə and içib, Qurani Kərimdə. Biri də bu mövzudur. Və də əfləhə mən zəkkahə. Nəfsini təskiyə edən nicat tapmışdır.
nicat tapmışdır. Nəfsin təzkiyəsi çox önəmlidir. Nəfsimizi islah etməyi bacarmalıyıq. İmam Baqir əleyhissalamdan hədislərin birində belə buyurulub, hər bir möminin qəlbində ağ bir nöqtə vardır. Günah etdikdə həmin nöqtənin üzərində bir qaraltı yaranır. Tövbə etməklə həmin qaraltı aradan gedir. Yox, əgər tövbə etməyib günaha davam edərsə, həmin qaraltı tədricən böyüyür, ağ nöqtənin üzünü tamamilə örtür. Ola bilər ki, günah eləmişik, ola bilər ki, günah işləmişik. Xətakar bəndiyik, ilahi. Sən özün keç bizim günahlarımızdan. Və özün də deyirsən ki, bəndə mənə tərəf dönüş et. Mən Rəhmanam, Rəhiməm, bağışlayanam. Ey bəndə, gəl mənə tərəf dönüş elə. Səhvimi boynuma al, mən də səni bağışlayım. Bağışlayım, tövbə et. Ey insan, vaxtın qısadır. Bəzilər ki, deyir, mən 50 yaşına çatanda tövbə edərəm. Nə bilirsən 50 yaşına çatacaqsan? Nə bilirsən o yaşa qədər yaşayacaqsan? Deyir, hindi qoy, içim, öz keyfimdə olum. Müəyyən içkilər ki var, spirtli içkilər, qoy qəbul edeyim. Deyir, 50 yaşında buraxacam. Birincisi, hardan bilirsən 50 yaşına qədər yaşayacaqsan? Hədislərdə var, səhv etmirəmsə İmam Əli əleyhissalamdan olmalıdır. Keçmiş olub keçib, gələcək, hardan bilirsən ki, gələcək olacaq sənin üçün? Deyir, ikisi arasındakını qənimət bil, yəni bu günü qənimət bil. Ümumiyyətlə, bizim dünyamız elədir ki, səbəb nəticədir. Səbəb nəticə dünyasıdır. Sənin bugünün səbəb, belə deyək ki, səbəbdir sabahın üçün. Dünənin bugünün üçün səbəbi idi. Və hər bir səbəb də nəticə yaradır. Daha doğrusu, səbəb nəticə yaradır, hər nəticə də səbəb rolunu oynayır. Misal üçün, yemək yemək istəyirəm, birinci, nə etməliyəm? Çörək bişirməliyəm. Və yaxud da çörəyi almalıyam, ərzaq almalıyam, yemək bişirməliyəm. Nə oldu? Mənə o tələbat gəldi, səbəb yarandı ki, belə deyək, mən acam yemək yeməliyəm, getdim yemək bişirdim. Sonra isə yemək bişirməyimin özü, o yeməyin özü nə oldu? Səbəb oldu, nəticədə mən doydum. Görürsən? Belədir. Yəni, dünyamız belədir. Əziz Allahımız ayələrin davamında Şəms surəsində belə buyurur, Şəms surəsi 10-cu ayə: "Və qəd xəbə mən dəssahə." Nəfsini günaha bulaşdıran şəxs isə məyus və məhrum olmuşdur. Çox önəmli bir mövzudur. İnsan gəlir, məyus və məhrum olur. Harda məyus olur? Quranın ayələrinə baxın. Deyir, insan ki, o öldükdən sonra, daha doğrusu bu dünyasını dəyişdikdən sonra artıq nə istəyir? Bir ilahi məni geri qaytar, görüb axı. Görüb axı. Möminin əlamətlərindən biri budur ki, biz üçün azanda şəhadət gətirir. Əşhədü ən la ilahə illallah. Əşhədü ənə Muhammədən Rasulullah. Şəhadət gətirirəm. Şəhadət yox, bilirəm mənasında deyil, şühud elədim. Yəni, dərk elədim ki, Allah var, dərk elədim ki, Peyğəmbərimiz var. Ona göndərilən Quran var. Digər Peyğəmbərləri qəbul elədim. Bəqərə surəsinin ilk əvvəl 5 ayəsinə baxın, nicat tapanların xüsusiyyəti barəsində danışılır. O kəslər kimlərdir? Axirətə inanır. Yəni, qeybə iman gətirib, namaz qılır, yəni Allahla rabitəsi var, bizim verdiyimiz ruzidən sərf edirlər. Sərf edirlər. Çox önəmli mövzulardır. Daha sonra nə deyir? Deyir, sənə göndərilənə və səndən əvvəlki Peyğəmbərlərə, yəni göndərilənə iman gətiriblər, onları da qəbul edirlər. Axirət gününə iman gətiriblər. Bax, deyir, bu nicat tapanların xüsusiyyətidir. Bəqərə surəsinin ilk 5 ayəsini oxuyaq. Görək bizdə bu xüsusiyyətlər var, yoxsa yox. Ayədə ki, Şəms surəsinin 10-cu ayəsində Əziz Allahımız buyurur: "Və qəd xəbə mən dəssahə." Xəbə kəlməsi o kəslər üçündür ki, insani dəyərləri neynirlər? Günahlarının altında bastırıblar.
Bir də dəssah kəlməsi var. Dəssah da belə deyək ki, bir şeyi torpağın bastırmaq, gizlətmək. Yəni günahkar günahı ilə nə edir? Gəlir öz fitrətini bastırır. O biz ki dedik, belə deyək, gəlib toz tutur, gəlib paslanır, sonra Allah nə edir? Xətəmə əla qulubihim. Xətəmə Allahu əla qulubihim. Allah xətm eləyir, o gəlib möhürlənir. Niyə möhürlənir? Çünki sən düzgün istifadə edə bilmədin. Bəziləri deyir ki, Allah möhürləyir də, yəni qəlbi. Yox, tək də məsələ belə deyil. Sənin yaratdığın vəziyyətin nəticəsində bu möhürlənməli idi. Dedik axı səbəb nəticə dünyasıdır. Boş-boşuna mövzunun əvvəlində demədik bunu. Səbəb nəticə dünyasıdır, bəli. Ona görə tutaq ki, mən belə deyək də, bir bıçağı götürürəm, gözümə yaxınlaşdırıram, gözümə batırıram, nəticədə nə olacam? Kör olacam. Bunu ixtiyari şəkildə mən elədim də. İxtiyarlı şəkildə mən elədim. Eləcə də bəzi əməllər var, günahlar var. O bəziləri ki, deyir, kiçik günahdır da. Alimlərdən biri var, deyirdi ki, günahın kiçiyinə, böyüyünə baxma. Bax gör kimin qarşısında günah edirsən. O günahlar sənin qəlbini tozlandıracaq, toza salacaq. Aynaya bənzətsin, aynanın üstü toz salanda nə olur? Görmürsən də. Fitrətin səsi kəsiləcək, nəfsin səsi oyanacaq. Sənin düzəlməyin çətinləşəcək. Düzəlməyin çətinləşəcək. Bir də gördün ki, bəli, qəlbin mühürləndi, qulağın mühürləndi. Gözlərində deyir pərdələr var. Bəqərə surəsindəki ayələrdən. Səhv etmirəmsə 7-ci ayə olmalıdır. Peyğəmbərimiz deyir bu ayələri oxuyanda, mən təfsir kitablarına baxanda belə bir dua orada qeyd olunur. Deyir Peyğəmbərimiz bu ayələri oxuduqdan sonra belə dua edərdi. Pərverdigara, sən özün mənim nəfsimə təqva əta et. Özün onu bütün alüdəliklərdən paçla. Sən ən gözəl paçlayansan. Həyatımıza baxaq, nələrə alüdəyik, nələrə bağlanmışıq, nələrdə ilişib qalmışıq. Çox mühümdür bu. Alimlərdən biri var idi, qeyd edirdi ki, deyir, ölüm sizi aparmamış, ölüm sizi ayırmamış, ayrılın onlardan. Ayrılın bu mənada yox ki, tədric belə deyək də, cəmiyyətdən uzaqlaşın, nə bilim, mağaranın içində gizlən, elə yox. İslahın yolu elə cəmiyyətin içindən keçir. Özümü islah etməliyəmsə, deməli cəmiyyətdə olmalıyam. Çünki cəmiyyətdə nəfsimi istəklərin aydın görə bilir. Amma ki, o cəmiyyətin pisliklərindən qopmalısan. Dostluq eləyirsən, Allaha görə dostluq et. Yaxşılıq eləyirsən, Allaha görə yaxşılıq et. Ona görə İslam əxlaqının əsas prioritet məsələlərindən biri budur ki, ixlaslı əməl. İxlaslı bir əməli edirsənsə, Allahı gör o əməldə. O əməli Allaha görə elə. Niyə? Sual verirlər ki, niyə görə Allaha görə edək o əməli? Səbəb nədədir? Allahın ehtiyacı var, nəzbillah. Yox, Allahın ehtiyacı yox. Sənin ehtiyacın var. Sabahlar birinə yaxşılıq eləyəcəksən, bir neçə gündən sonra gəlib səni pislik eləyəcək. Təsir eləməsin də sənə, ya psixoloji belə deyək də zərbə alma. Bil ki, Allaha görə eləmirsən. Bizdə atalar məsələsində var, deyir ki, dəryaya at, balıq bilməsə də xaliq bilər. Yəni, yaradan bilər, xəliq edən bilər. Tarixin ən böyük dərsi, belə deyək ki, Həzrəti Yusifin misalında. Onun filmi də var, yəni baxmamısınızsa baxın, məsləhət də görürəm. Düzdür, biraz uzundur. Biz olmasa, yəni Qurandan o Yusif surəsini oxuyun, çox önəmlidir də. Yəni bir şəxsin o cəmiyyəti necə islah etməsi açıq və bəyan göstərilir. Digər peyğəmbərlərimiz də belə də oxuyun. Yəni peyğəmbərlərimiz barəsində oxuyun, imamlar barəsində, məsumlar barəsində oxuyun. O şəxsləri oxumaq, çünki belə deyək də, həyatdakı hadisələr eynidir. Tarix daim təkrarlanır. Bu hadisələr sizin də başınıza gələcək. Kim ki bu yolda, kamal yolunda hərəkət edir, eyni hadisələr sizin də başınıza fərqli situasiyalarla gələcək. Buna əminlik verir.
Əgər sən kamal yolunda hərəkət edirsənsə, sənə də rişxənd eləyəcəklər. Sənə də söz atacaqlar. Səninlə də mübahisə eləyəcəklər. Sənin əleyhivə də tədbir tökəcəklər. Səndən nifrət də eləyəcəklər. Amma ki, oxu ki, o hadisələri nə edə biləsən? O peyğəmbərlərin həyatını, məsumların həyatını oxu ki, sən bərk dayana biləsən. Bərk dayana biləsən. Təfsiri nümunədə qarşıma çıxdı, deyir, Züleyxa belə bir, yəni Yusifi görür və belə bir söz deyir. Yəni daha doğrusu belə kəlmələr deyir. Hərislik və ehtiras şahları qul, səbir və təqva isə qulları şah etdi. Həqiqətən öz nəfsinin əsiri olan kəs yıxılır, devrilir. Amma ki, o ki bir şəxs gəlir, səbirli olur, Allaha ümid edir, təvəkkül edir, hərəkət edir, boynuna düşən vəzifələri icra edir. Nə olur? Nicat tapır, qurtuluşa çatır, şah olur. Şah olur. Deyir, Yusuf əleyhissalam onun sözünü təsdiq edib Allahın bu kəlamını buyurur. Kim təqvalı və səbirli olsa, Allah onun mükafatını verər. Allah əməli salihlərin haqqını zayi etməz. Allah həya edir. Allah həya edir ki, bir insan çalışır, ən azından nəsə xidmət etmək istəyir, ən azından özünü islah eləməyə çalışır, Allah da qapıları açır. Mənim yadıma gəlir, mən yaşım az idi. Onda namaz qılmağa başlayanda namazı da bilmirdim. Bir kitabça var idi məndə. O kitabçanı başdan axıra qədər oxuyurdum, deyirdim ki, mən namaz qılıram. İnsan nələrisə əməl edəndə Allah onun üçün qapıları açır. Sonra elə oldu ki, bir kəslə tanış oldum. O bir kəs mənə namazı öyrətdi. Allahın lütfüdür hamısı. Elhamdülillah. Sonralar, yəni kitablar oxudum, müəyyən müəllimlərdən dərslər aldım. Elhamdülillah. Baxın, hərəkət eləyəndə Allah qapını açacaq, Allah yol açacaq. O imtahanlar daim olacaq da. İmtahanlar olmasa biz necə müəyyənləşdirək ki, mən nə qədər yaxşıyam? Allahın belə deyək də, Allah nə etmək istəyir? Yaxşıdan daha yaxşısını seçmək. Belə deyil, pisdən yaxşısını seçsin. Məsələ budur ki, yaxşıdan daha yaxşısını seçmək. Ötən mövzuda da misal gətirmişdik buna. Və bir məsələni də qeyd edeyim. Əgər kiçik bir xeyirli əməliniz varsa, xüsusilə namaz, bəzi kəslər deyir, mən günah eləyirəm, namazı qılmayım. Yox əzizim, namazı qıl, bəlkə də qurtuluşun sənin elə oradan olacaq. Allah səni qurtaracaq, kömək eləyəcək. O namaza ən azından riayət elə. Bildikləri və riayət elə ki, Allah Teala bilmədikləri sənə öyrətsin. Onsuz da nə varsa bizdəki elm belə, bunların hamısı Allahdandır. İnsan bunu Allahdan görməlidir. Yəni təkəbbürlü eləsən, hara çata bilərsən? Heç yana da çatmayacaqsan. Allah Rəsulu buyurub, nə qədər ki, mənim ümmətim bir-biri ilə sədaqətlə davranır, əmanəti sahibinə verir və mal dövlətinin zəkatını verir, həyatları çox gözəl tərzdə olacaqdır. Amma belə etməsələr, qəhətli və çətinliklərlə üzləşəcəklər. Gördünüz, yenə cəmiyyət. Yəni cəmiyyətə xidmət elə özümə xeyirdir deyə mən bunu edirəm. İnsan gərək bunu başa düşsün. İnsan cəmiyyətə xidmət eləməlidir. Onsuz da o cəmiyyətə xidmətin yaxşı bir cəmiyyət sənin də xeyir qazanmağındır. Nəticələr əldə elədik mövzumuzda. İslahat mühümdür. İnsan özünü islah etməlidir. Tək islah etməklə qalmamalıdır. Cəmiyyətin də islahatına can atmalıdır. Cəmiyyəti də islah etməlidir. Və özün islahı çox mühümdür. Yəni əsas prioritet məsələdir. Namaz qılmaq üçün dəstəmaz almalıyam. Deməli gedib dəstəmaz almalıyam. Cəmiyyəti islahı üçün özümü də islah etməliyəm. Deməli gedib özümü islah etməliyəm. Məsələ budur. Nəticələr əldə elədik ki, cəmiyyətin islahı üçün özün islahatı, insanın özünün islahatı
mühümdür. Elhamdülillahi Rabbil alemin. Təşəkkürlərimi bildirirəm. İzlədiniz, dinlədiniz, vaxtınızı ayırdınız. İnşallah ki, bu mövzuların cəmiyyətimizə təsirli olmağına dua edək və inşallah ki, Allah Taala bizi nəfsini islah edənlərdən qərar versin. Elhamdülillahi Rabbil alemin.